Salam. Sizinlə məlumat və analitik xidmət sistem Guru Markets korporasiyanın ümumi məlumatlarından başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Tədqiq olunan şirkətin bütün göstəricilərini ətraflı nəzərdən keçirməyi təklif edirik. İndi isə şirkətin cari fundamental göstəricilərini təhlil edək. Establishment Labs, ticker ASTA. Bu icmal 27 iyun 2025-ci il tarifinə olan cari məlumata əsaslanır. Təsnifatına görə Guru Markets təşkilat Establishment Labs alt kateqoriyaya aiddir. Specialized Medical Equipment qiymətləndirmədə 44 şirkət iştirak edir. Videonun sonunda sifariş cədvəlinə baxın. Tədqiq olunan şirkət üçün ümumi nəticə belədir: -10 baldan 8 bal. Alt kateqoriya üzrə orta xal 3,4 bal. Geniş şəkildə baxsanız, ümumi olaraq bütün ABŞ birjası çərçivəsində. Bütövlükdə birja üzrə orta reytinqin 1,8 bal olduğunu görürük. Mənfi reytinqə qarşı 8 bal Establishment Labs. Şirkətin səhmlərinin qiymət hərəkətini müqayisə etməklə Establishment Labs və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Establishment Labs Holdings Inc. -8,3% dinamika göstərib. 21,7% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Təşkilatın bazar kapitallaşması Establishment Labs Holdings Inc. $1,18 milyard təşkil edir. 315 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri $0,4 milyard olaraq qiymətləndirilir. Alt kateqoriyanın kitab kapitallaşması $62 milyard. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay Establishment Labs Holdings Inc. alt kateqoriyada bazar kapitallaşmasının qiymətləndirilməsi zamanı 0,375% təşkil edir. Balans dəyərinin kapitallaşması 0,61% təşkil edir. Alt kateqoriyada təşkilatın bazar və balans kapitallaşma payının qiymətləndirilməsi PIS -1 bal. Təşkilatın borc öhdəlikləri $0,22 milyard təşkil edir. Borcun balans dəyərinə nisbəti kapitalın 585%-ni təşkil edir. Şirkətin borc reytinqi çox pis -2 bal. Şirkətin birja dəyərinin mənfəətinə nisbəti 0-dır. 86,8 alt kateqoriyada orta qiymətlə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə bazar qiymətinin mənfəət nisbətinin qiymətləndirilməsi çox pis -2 bal. Son 12 ayda mənfəət -$89 milyon olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Alt kateqoriya ilə müqayisədə proqnozlaşdırılan gələcək mənfəətin göstəricilərinin qiymətləndirilməsi PIS -1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 6,9-dur. Alt kateqoriya üçün orta qiymət 6,1-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi keçərli 0 bal. Son 12 ayda gəlir $170 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlir məlum deyil. Gözlənilən gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi PIS -1 bal. Satış marjası -52,4% təşkil edir. Alt kateqoriyada orta hesabla 7,1%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış rentabelliyinin qiymətləndirilməsi keçərli -0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,664% təşkil edir. Bu, bazar kapitallaşma payından 77% çoxdur.
Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $1160.000 və alt kateqoriya üçün $2053.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin məbləği mənfi $87,500. Alt kateqoriyada orta $23,700. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən mənfəətin qiymətləndirilməsi TOLED mənfi 0,5 bal. Təşkilatın fərdi işçisinə düşən gəlirin payı $167.000. Alt kateqoriya $334.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən satış həcminin qiymətləndirilməsi keçərli mənfi 0,5 bal. Səhmlərin qısa mövqeyi %3 alt kateqoriya üzrə orta göstərici ilə müqayisədə 16,2% təşkil edir. Texniki göstərici rəası 14 şirkət üçün %64 səviyyəsini göstərir Establishment Labs. Alt kateqoriyada isə bu səviyyə təxminən 58% təşkil edir. Şirkətin cari səhm qiyməti təxminən $40,83. Şirkətin səhmləri üçün konsensus qiyməti təxmini təxminən 54,49 təşkil edir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, bağlanmış şərhdə link. Sifariş cədvəlində bu mövsüm istinad sisteminin bütün ictimaiyyət tərəfindən qəbul edilmiş qərarları var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Təhlili nəticəsində Establishment Labs Holdings Inc. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilib. $40,84 satış əməliyyatı açın. Sifariş açıqdır, çünki şirkət kifayət qədər aşağı qiymətə malikdir. Təşkilat qiymətləndirmə metodologiyası AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 22,74 səviyyəsində müəyyən edilmişdir. Stop loss 58,94 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 27 iyul 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son ticarət günündə. Ticker GMA-də əsas alış sifarişidir. Əsas sifariş üçün video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən biri bağlandıqda əsas və ya balanslaşdırıcı. Əks sifariş faktiki qiymətə bağlanır. Sona qədər izlədiyiniz və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.